Çin Komünist Partiyası Mərkəzi Komitəsinin üzvü, Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Liu Changchao'nun rəhbərlik etdiyi nümayəndə heyəti Yeni Azərbaycan Partiyasının dəvəti ilə ölkəmizə səfərə gəlib. Səfər çərçivəsində aprelin 2-də Yeni Azərbaycan Partiyasının nümayəndələri və Çin Komünist Partiyasının nümayəndə heyəti Fəxri Xiyabanda müasir müstəqil Azərbaycan dövlətinin banisi, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil və gül dəstələri qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tərgüllər düzülüb. Sonra Şəhidlər Xiyabanı ziyarət olunub. Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman vətən övladlarının əziz xatirəsi ehtiramla yad edilib. Məzarları üzərinə tərgüllər düzülüb. Əbədi məşəl abidəsinin önünə əklil qoyulub.